بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Amma ba'd. Allah həmd olsun, möhtərəm qardaşlar. Onun Resulü Muhammed sallallahu aleyhi və səlləmə Allahın salamı, salatı olsun. Rəbbimizə həmd olsun bütün neymətlərinə görə. Hər bir neymət Rəbbimizdən. Allah subhanehu və teala bizlərə böyük neymətlər verib. İnsan əlində olan bütün neymətlərin qədrini bilməlidir. Sənə bu dünyada nə verilibsə, onun qədrini bilməlisən. Allah subhanehu və teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Bütün neymətlər Allah'tandır. Başqa bir ayet-i kərimədə Rəbbimiz buyurur ki, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Əgər Rəbbinin neymətlərini saymağa qalxsan, onları sayıb qurtara bilməzsin. Vallahi hər bir insan öz nəfsinə qayıtsın, baxsın ki, Allah ona nə qədər neymətlər verir. Onlara baxsın və şükür eləsin. İnsanın halı ondan ibarətdir ki, görürsən nə qədər neymətlər var, ancaq nəsə çatmayanda bütün neymətlər onudur. Ancaq insan, mümin fikirləşməlidir ki, neymətlər nə ilə artır? Şükürlə. Rəbbimiz buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Şükür etsəniz, neymətimi artıraram. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٍ. Əgər küfr etsəniz, mənim əzabım çox şiddətlidir. Və hər birimizin xatırlanmağa ehtiyacı var. Hər birimizin nəfsimizi xatırlatmağa ehtiyacımız var. Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, فَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Xatırlat, həqiqətən xatırlatmaq müminə fayda verir. Elhamdülillah, Allah subhanehu ve teala bizlərə böyük neymət nəsib elədi. Ümrə etdik. Həqiqətən böyük neymətdir. Nəsib olması, Allahın müvəffəq etməsi bunu bizə böyük neymətdir. Çünki ümrə günahların bağışlanmasına səbəbdir. Və bizim ümrəyə gəlməyimizi eşidən hər bir insan bizdən nə istəyir, möhtərəm qardaşlar? Bizdən bir şey istəyirlər. Hamısı. Nə deyirlər? Mənə də